Hoş gördük hər birinizi əziz izləyicilər. Bugünkü mövzumuz çox geniş yayılmış dəri xəstəliklərindən biri olan göbələk xəstəlikləri haqqında olacaq. Əslində bu mövzuda çox geniş çıxışlar olunub, həkimlərimiz ətraflı məlumat veriblər. Amma mən istəyərdim bu bir məsləhət xarakterli olsun. Çünki belə deyim, göbələk xəstəliyi var, insandan insana keçir, bəzən heyvandan insana keçir. İnsanın dərisinin istənilən yerində, yoluxduğu yerdən asılı olaraq başın tüklü hissəsində, bütün bədənin üzvlərində yarana bilər, hətta daxili orqanlarda yarana bilər. Amma bugünkü sizə demək istədiyim, yəni məsləhət vermək istədiyim nə olardı? Demək olar ki, bax, dərinin göbələk xəstəlikləri içərisində ən çox yayılmışı ayaqda olan, ayaq barmaqlarında, barmaq arasında olan göbələkdir. Hər kəsə deməzdim, amma çox insanda bu var. Ola bilər ki, fərqinə varır və yaxud da varmır. Amma çox insan ayaqlarını təmizləyəndə yanında görür ki, barmaq arasında bir qabıqlanma var, bir qızartı var, bəzən bir sulantı görə bilir, qaşınmanı çox müşahidə edə bilir. Amma bu uzun zamanda olduğundan çox insan buna fikir vermir. Və yaxud da düşünür ki, elə belə olmalıdır. Bəzən pis qoxunun olması bu göbələyin, xəstəliyin olmasının bir göstəricisidir. Amma sizə məsləhətim, hətta xahişim nə olardı? Buna boş vermək olmaz, üzərindən boş keçmək olmaz. Niyə? Çünki əgər bir evdə, daha çox kişilərdə olur, çünki ayaq üstə çox qaldığından, ayaqqabıda olduğundan, tərlədiyindən, çünki tərli mühit, nəmli mühit göbələk üçün çox əlverişli bir şəraitdir. Və yaxud da ki, yay mövsümündə ümumi duşxanalardan, hovuzlardan istifadə edəndə, başqasının ayaqqabısından istifadə edəndə və yaxud da başqasının corabından bu xəstəlik çox geniş yayılır və belə deyim ki, daha çox geniş də yayılıbdır. Əgər evdə bir şəxsdə varsa belə problem, bilsin ki, potensial bir yoluxdurucudur. Yəni, çünki göbələk xəstəliyi çox yoluxdurucu, çox sürətlə keçən bir xəstəlikdir. Bu evdə körpə uşaq varsa, başqa bir sağlam şəxslər varsa, onun geydiyi ayaqqabını geyəcəklər, onun yeridiyi yerdə yeridikcə o insanları zədələyə bilər. Ona görə düzdür, yaxşı məsləhət onda olardı ki, həkimə müraciət olunsun. Amma bəzən buna nə vaxt imkan verir, nə şərait imkan verir, sizdən nəyi təvəqqə eləyərdik? Əgər belə bir şeylər görürsünüzsə ki, ayaq barmaqlarınızda qaşınma var, müəyyən bir sulanma var, qabıqlanma var, barmaq arasında dərinin qopmasını görürsünüz. Onda əlinizdə olan, bax, spirtdən, bugün bu koronavirusla əlaqədar hər kəsin evində 96% spirt var. Demək olar ki, həmin o spirtdən pambıq vasitəsilə gündə bir dəfə, çox yox, bir dəqiqə vaxtınızı aparacaqdır. Ayağın altını, üstünü, barmaqların arasını yaxşıca silin. Gündə bir dəfə ya iki dəfə mütləq hamamdan çıxandan, duşdan çıxandan sonra ondan istifadə edin. Yox, əgər spirt yoxdursa, almaq da istəmirsinizsə, məsələn, sirkədən istifadə edə bilərsiniz. Çox evlərdə var. Alma sirkəsi, üzüm sirkəsi, bir xörək qaşığı sirkə, bir xörək qaşığı qaynanmış ilıq su qarışdırırsınız. Yenə pambıq vasitəsilə çox rahat surətdə qorxmadan ayağınızın hər bir hissəsini silirsiniz. Bax, siz bunu eləsəz, bu xəstəlikdən 100% qorunmuş olacaqsınız. Və ya da aptekə müraciət edib, hətta belə deyərdim, ən ucuz göbələk əleyhinə kremi belə istəyə bilərsiniz ki, bu da həftədə 2 dəfə sizi bu xəstəlikdən qorunmuş olar. Bax, bundan istifadə edin, özünüzdən başqa evdəkiləri, yaxınlarınızı bu xəstəlikdən qoruyun. Və əlavə də qeyd edeyim ki, uzun müddət ayaqda olan göbələk tək ayaqla kifayətlənməyib, dırnaqları zədələyə bilər, dırnaq göbələyi yarada bilər və bunun da müalicəsi çox çətindir. Artıq həkimə getmək lazımdır, müxtəlif qrup preparatlar təyin olunmalıdır, onlar içilməlidir, maddi də bir burada artıq itki olacaqdır. Yəni, özünüzü gələcək, özünüzü, ailə üzvlərinizi bu problemlərdən qorumaq üçün dediklərimizdən istifadə etsə çox gözəl olar. Bir də ayaqqabıların içərisi göbələklə zədələndiyindən vaxtaşırı həmən eyni ayaqqabıdan istifadə edəndə göbələk geri gələ bilir. Bunun üçün də sizə nəyə məsləhət görərdim? Sirkə dedim bayaq. Sirkəni bir əskiyə, bir əski parçasına hopdurub, ayaqqabıların içinə qoymaq. Həmən ayaqqabıları bir selofan klokun içərisinə qoyub, ağzını bağlayıb 3 gün gözləmək kifayətdir ki, ayaqqabının içərisində olan göbələklərdən azad olasınız. Çalışın, salamat qalın. Bizə aid nə suallarınız olsa, bizə yönləndirin. Biz də çalışıb onları sizə geri dönərək cavablandıracağıq. Çalışacağıq ki, sizə bir köməyimiz dəysin. Təşəkkür edirəm hər kəsə.